Deməli, Lorentz qüvvəsi əvəzləyici qüvvədir. Əvəzləyici qüvvə. Ona görə də mən Lorentz qüvvəsinin yerinə MA yaza bilərəm. MA yazaram. İndi Lorentz qüvvəsi perpendikulyar istiqamətdə olanda QVB, bunu da yerinə yazdım MA. Belə bir ifadə alacağım. Buradan QVB bərabərdir M. Deməli, çeviri üzrə hərəkətdə A-nın yerinə V kvadrat böl R yazsa, bu V'lər ixtisar gedər. R'i tapsam buradan, olar MV bölünsün QB. Bax, bu zərrəciyin cızdığı, deməli, zərrəciyin əyrilir, cızdığı çevrənin əyrilik radiusudur. Burada MV-nin yerinə P yazsaq, P bölünsün QB olacaq. Və yaxud da MV-nin əvəzinə kök altında 2MYK bölünsün QB-də yaza bilərəm. Deməli, buradan görürəm ki, əyrilik radiusu sürətdən düz asılıdır, impulsdan düz asılıdır, kinetik enerjidən isə kök altda düz mütənasib